Keçən ay bizim Blockchain Azərbaycan kanalının 4 yaşı tamam oldu. Görürsüz, 2021-də, 21-in başlarında qurulmuşdu. Biz bundan əvvəl WhatsApp qrupunda da 1 il əvvəl də WhatsApp qrupu idarə eləyirdik. Sonra isə Telegrama keçid eləmişdik. Toplam, yəni kanal idarəsində biz 5 ildir fəaliyyət göstəririk. Sadəcə sosial media tərəfində, yəni biz kanaldan qazancımız olmadığına görə, yəni kurs satmadığımız və ya siqnal satmadığımıza görə biz kanaldan heç bir şey qazanmırdıq. Buna görə də sosial media tərəfindən daha çox treytlərə üstünlük verirdik. Gələk tətbiq haqqında danışmağa. Tətbiqdən gələn, deməli, burada da sizə bir şey də vurğulamaq istəyirəm. Biz Aşi Trading komandası ilə əməkdaşlığa da başlamışıq. Bunu da qeyd edeyim. Keçək tətbiqə. Demək, tətbiqdən məlumatlar verim. Yenim aşağı görəcəksiniz ki, biz deməli tətbiqdəki indikatorların siqnallarını paylaşıram son 2 həftədir. Yəni siz tətbiqin nə qədər bacar test edə bilərsiniz, demək, sınaya bilərsiniz deyənə bu siqnalları paylaşıram və həddən artıq çox, demək, paylaşdığım siqnalların 10-da 9-u TP-dir. 10-da 9-u take profitə çatır. Bax, SL-lərdə qırmızı işarələmişəm. Take profitlərdə yaşıl işarələmişəm ki, gözdən qaçmasın. Baxın, bir-bir sayma, yəni çox aşağıya getməyəcəm, çünki hamısı take profitdir. Və burada SL gördüm hardasa, yoxsa yox, səhv görmüşəm. Deməli, take profitlər yağır. Fake profitlər yağmağa davam edir. SL-imiz var, gözmuncuğumuz var, bir dənə də SL-imiz var. Sonra take profitlər ardınca o SL-ləri gözdən itirir.